Tez geldi hicran, ayırdı bizi. Sağda yer var gel. Ay ışığında, ay ışığında. Yine gel bize, durak üz üze. Kolunu eşrolu, ay ışığında. Bu ne diye kardeş? Parkovşken müğenniyem bilinmir. Sen öl burada, bütün əsəbdən öl. Ağa, geç çıxasan sen. Afşo ya ki ben bu restorandan kurtarmak istəyirəm qardaş. Mən buranın müğənnisiyəm ya. Oradan Parkovşkin qatı üstüme gəlir ki, mən qarın ağrısı tutub. Məni əvəz elə. Qavuyan gəlir ki, bir də bu qazanın divini sürtməyə kömək elə. Belə hörmətsizlik olar. Sənətə sənətkara hörmət qoyan yox deyib burada. Bütün əsəbləşmişəm. Can, ulduzum mənim. İndən sonra kimsə gəlib sağa desə ki, mən əvəz elə, dinən Akif müəllimin yuxarıdan biri başa raspirejiyası var. Hər kəs öz işinlə məşğul olsun. Və müştərilər nə deyir qadın hanım? Müştərilərdən vapiyet danışmaya bir dənə ağsaqqal kişi oturub orada. Baxsan üzünə, nurani kişidir, Dədə Qorquda oxşuyur. Gəlib deyir ki, bir dənə atışmamış əlimə yapış ceyranın mahnısı oxub. Bütün əsəbdən öldüm. Zakaza bax, zakaza bax. O kişi elə belə Dədə Qorquda oxşamır, Sultan. Sən o mahnının hekayəsini bilmirsən eləmi? Sənlə yenə başlamadın Akif qardaş. Keç otur. Keç otur. Bu mahnının hekayəsi 41-ci ildən başlayır Sultan. Müharibənin təzə başlayan vaxtlarıdır, qış aylarıdır, qarı dizdən. Hələ Zəbiş müəllim qərar verməyib, savun bişirəcək yoxsa yox. Mən savun bişirməyəcəm kəlləməsini hələ dilinə gətirməyib. Bir dənə Sovet əskəridir, müharibənin ortasında tək başına qırışa gedir. Qırışa gedir. Görür bir dənə qabaqda ev var, girir ora. İndi baxır görüm əskəri zat varmı da orada? Girir ki, orada bir dənə Alman qızı var. Sən bir dənə o Alman qızını görəcəksən, Sultan, ay parçası. Qaranlıqda üzü parıldayır da, elə bir dənə gözəllikdədir. Bizimki bunu görən kimi vurulur, Sultan. Elə bunu əlindən tutur, çıxırlar çölə. Çöldə dağılır, müharibədir, Sultan. Bomba zat hər şey dağılır da, bir dənə Alman qoyulur da, Sultan, təsəvvür elə. Axırda bilirsən nə olur, Hitlerlə üzbəyiz gəlir, Sultan. Hitlerlə qarşılaşanda Helga da bunun arxasındadır. Helga da başa düşür da, yəni ya Herro ya Merro, ya öləcək ya bu öləcək. Elə o anda bunun əlindən tutur, qayıdıb deyir ki, atışmamış, əlimə yapış. Bunun gözləri dolur, Helga'nın gözləri dolur, Sultan. Orada bir dənə romantik abu hava. Hitler də bunu görür deyir, elə fürsətdir dana, şərəfsiz gülləsinlə vurur orada bunu. Elə alqan içində yıxılır bizimki yerə. Helga da bunun başının üstündə şinellə ağlayır Sultan. Elə buna görə də müharibə bir dördür uzanır. Elə bax bu mahnı iki cavanın ayrılığı haqqında yazılan mahnıdır Sultan. Sən mənim anlasın. Toxta qadanam, toxta. Atışmamış əlimə yapış ceyranım. Damcı yağış tökmə barış ceyranım. Atışmamış əlimə yapış ceyranım. Damcı yağış tökmə barış ceyranım. Ay saxla, mahnıyı saxla. Nə deyək saqqal, kim baxır sən, kim olsa da mahnıyı saxla. Nə olur, musiqi ruhun qidasıdır. Siz gic musiqilərə qulaq asmaqdan mədəniniz yox evi. Bu nə hörmətsizlikdir. Oradan Tarkanın qəzəlini oxuyun. Tarkanın qəzəli var, nə gic danışsan yenə? Qaqa, pulunla deyil. Eliza Seyidcanın şeiri var, Tarkanın qəzəli mi yox da? Oradan bir dənə şımarıq qəzəli. Nətərdir sənin üçün? Taxmış qoluna elin adamını, məni orta yerimdən çatlatıyor. Ağzındakı saqqızı şişirdi, arsız patlatıyor. Səni kimi fındıq qırar, ilanı deşiyindən çıxarar. Kadərindirmi püskürlü bəla, yaxalarsan. Bırcıda.
Tarkan necə oynayır heylə. Yenə klipin pulu getdi nə indi? Boş qaflar getdi Sultan. Bakallar getdi. Arada ofisantın anası getdi. Amma sənin şərəfin getmədi dana Sultan. Varına yoxuna nəhlət deyirəm. Əfsiyo ya ki, mən tabura ilə qutarmaq istəyirəm. Bir də ayağım basası deyiləm də, nə bura? Məzələnsən Sultan. Ay, Ged onda. ne? Onda mən Furkan'a da deyirəm daha gəlməsin də. Biletin puluna yalandan nə qədər pul verdim. Furkan kimdir şey? Sən indi Furkan'ı tanımısan güya. Yox. Ünlü rejissordur da, tanımısan mı sən onu? Türkiyədə hamı kliplərini ona çəkdirir. Bu Aşk-ı Memnu'da Bihterlə Behlül'ün sevişmə səhnəsini zad o çəkibdi. Bu Polad Alimdar'ın Qutlar Vadisinin ölüm səhnəsini o çəkib. Nə tür tanımısan? Məzələnir. Nə ölüm səhnəsi? Mən Qutlar Vadisində başdan ayağa baxmışam, Polad ölmür. Onun nətər çəkib o? Sən indi gör o nətər rəngə rejissordur da, gör indi o nətər səhnəni çəkibdi ki, tamaşaçının ruhu da inciməyib. Sənət buna deyirlər, Sultan. Dünyadan xəbərin yox desən. Doğrudan deyirsən, yəni elə güclü sənətkardır. Həmən saat deyirəm Adana Dəmirsporda oynayırsan, mənə deyirsən, Sultan. Bacadan mı? Amma yəni sən telinə qurban, tüpürüm o boyda biletin puluna, hamısı getdi. Ay yox, ey ta o qardaş əziyyət çəkdi, bilet zad alıb, qoy gəlsin qazanam, tanış olar. Tüpürüm o qardaşın bığına, Sultan. O kim nə sən sözün üstünə söz deyir? Məzələn sən məndən. Biz səndən qardaşıq, sənin sözün mənim üçün birbaşa qanundur da, nə başa düşdünmü? Bizim yanı belə həmişə qardaşlığımız olub da, nə başa sən bilmədin. Qazanam, şey eləmə, ta şey, deyil gəlsin qara. Ay, bir yoxdur, deyilən, zəhv vur deyilən gəlsin, sən cal. Yaxşı deyirəm. Furkan gəlsən, dedim. Gəlir. Onu gələcəkdir. Narahat olma, get qadınım, get, narahat olma. Bir dənə bu 20 il əvvəlki 3 dənə onluğun ola. O. Sən qadan olaraq, get, narahat olma işte.